Herkese salamlar. Bugün sizlərlə deməli biz bildiyimiz kimi artıq əmək haqqının hesablanmasına keçmişik və bu gün də artıq Excel üzərindən real iş mühitinə uyğun olan necə hesablanır əmək haqqları və nələrə diqqət etmək lazımdır və biz bildiyimiz kimi gəlir vergisini ancaq keçdik. Biraz o geniş mövzu olduğuna görə ayrı-ayrılıqda keçmək fikrim var. Ona görə də elə bugün elə ona da toxunacağıq ki, real iş mühitində, məsəl üçün bu cür situasiya rastlaşanda necə onu tapacaqsınız və nələrə diqqət edəcəksiniz. Gəlin başlayaq. Deməli, ilk öncə belə bir sizə cədvəl verilir. Yəni özünüz də bu cədvəli hazırlaya bilərsiniz. Necə? Yəni burada ən azından bir neçə dənə sütunları ayırırsınız. Ortada hansı şirkətlə işləyirsinizsə o şirkəti yazırsınız və təqvimi yazırsınız. Məsəl üçün, indi birinci səhifə yanvar ayı olan əmək haqqıdır. İndi təsəvvür edək ki, bu mənim şirkətimdir və yanvar ayında olan işçilərə əmək haqqı hesablamalıyam və onların həm qros əmək haqqısını yazmışam, həm işə qəbulunu. Demək olar ki, real iş mühitində də bu cür olur bizim cədvəlimiz. Ola bilər ki, müəyyən dizaynə görə, yəni mühasibə görə dəyişir. Yəni ora bəzi əlavələr olunur, ola bilər onun bank hesabı şəxslərin əlavə olunsun, fin kodları daxil olunsun. Daha sonra nə edirsiniz? Burada ən vacib olan iş günləri sayıdır. İndi bunlar haqqında geniş izahat verəcəm. Sadəcə olaraq cədvəlimiz haqqında ümumi danışaq. Daha sonra onların beləncə cədvəlləri, yəni sütunlara ayırırsınız. Birinci sütun nömrələri olur, ikinci sütunda ad, soyad, vəzifə və s. Birinci bura qədər olan qros əmək haqqına qədər olan hissə əsas ümumi xarakterlidir. Yəni bura sizin əlavələriniz də ola bilər. Daha sonra gəlir orta olan məlumat hissələri ki, bu orta köməklik eləyəcək. Çünki bunlar olmasa biz nə gəlir vergisini, yəni tutulmaları tapa bilərik, nə də ki, net əmək haqqını. Bunlar nədir? Mükafatlardır, iş günləridir, hesablanmış əmək haqqıdır, məzuniyyətdir, əlavə hesablanmış əmək haqqıdır və cəmi əmək haqqıdır. Daha sonra gəlir bu 4 dənə bizim vacib olan tutulma və avansımız. Və bu tutulmalar gördüyümüz kimi tutulma yazılmışdır. Nəyə görə? Çünki bu şəxsdən olan tutulmadır, yəni bu səhifə və ona görə də bunu bu formada gördüyümüz kimi işçidir. İşçidən olduğuna görə tutulma yazılır. Yəni bu buradakı olan bütün məlumatlar net əmək haqqına təsir edir birbaşa. Və burada sonra gəlir bizim net əmək haqqımız, yəni bu tutulmadan sonra dediyimiz kimi burada görünəcək. Və nəhayət, burada olan digər 3 tutulma isə görürük ki, bu əmək haqqı fondundan hesablanmış. Bu o deməkdir ki, bizim müəssisəyə aid olan tutulmalardır. Gördüyümüz kimi burada artıq 4 dənə deyil, 3 dənədir. Nəyə görə? Çünki gəlir vergisi şəxsin özündən tutulur. Amma DSMF-dir, icbari tibbi sığortadır, işsizlik sığortasıdır. Bunlar həm işçidən tutulur, həm də müəssisədən tutulur. Və bir şey də qeyd edim ki, biz gördüyümüz kimi müəyyən eyni rənglərdə vermişik. Bu rənglər şərt deyil ki, bu formada olsun. Bu əlbəttə sizin zövqünüzdən asılıdır, amma elə qoymaq lazımdır ki, burada uyğunluq olsun. Məsəl üçün, burada DSMF əgər bu rəngdədirsə, digər tərəfdə olan müəssisəyə aid olan DSMF də eyni rəng olmalıdır. Bunu nəyə görə qoymuşam? Çünki biz bir şeydən istifadə edəcəyik. Əlbəttə ki, mənim bir şeyim təlim xarakterli olduğuna görə biz məcburən buradakı Excel-dən istifadə edib ora məlumatları qeyd etməliyik. Amma real iş mühitində əlbəttə ki, bir şeydə artıq iş mühitinə olduğuna görə avtomatik hesablanır. Amma belə bir şey də var ki, ən çox kiçik sahibkarlar və yaxud da bir şey almırlar. Çünki bir şey biraz bahalı proqram olduğuna görə sadəcə Excel-dən istifadə edirlər. Burada siz hesablamanız, yəni net əmək haqqından
siz tutulmalardan sonra olan bütün miqdarları tək-tək hər bir şəxsin birbaşa hesabına otuzduracaqsınız. Yəni əvvəlcə öz bank hesabınızdan, sonra da oradan təsdiqlənəcək və köçürüləcək. Və indi isə gəlin biz bundan əlavə biz yekun hissəsinə də baxaq. Yekun hissəsi də nədir ki, nəyə görə verilib? Bu yekun hissəsi də ona görədir ki, bu yekun hissəsində də artıq biz şirkətimizin maliyyə durumunu öyrənmiş olacağıq ki, bizim ümumi qros əmək haqqımız nə qədər olacaq, mükafatlarımız bir ayda nə qədər olub, iş günlərimiz bir ayda nə qədər olub, yəni artıq burada olacaq, hesablanmış əmək haqqı nə qədər olub və s. kimi, tutulmalar və s. kimi. Və bundan da artıq biz borclarımızı, xərclərimizi və mənfəətimizi hesablamış olacağıq. İndi isə gəlin bəzi burada olan, xanalardakı olan məlumatları aydınlaşdıraq. Burada gəlir iş günlərinin sayı, bir də var burada iş günləri. Bunların fərqi nədir? Niyə burada 2 dənə var? Yuxarıda qeyd edilən sadəcə olaraq yanvar ayında olan iş günləridir. Yəni bunu biz hardan tapacağıq? Əlbəttə ki, biz öz təqvimimizdən istifadə edərək tək-tək saymaq olmaz. Çünki ola bilər ki, yanıla bilərik. Mütləq şəkildə bu rəsmi iş günlərin və qeyri-rəsmi iş günlərin aylara görə, yəni və illərə görə olanı mütləq şəkildə ya Nazirlər Kabinetinin səhifəsindən, ya da ki, biz Sosial Müdafiə Fondu Nazirliyindən, yəni bu səhifədən Sosial Müdafiə Nazirliyindən tapa bilərik. Yəni istehsalat təqvimində gördüyümüz kimi burada müxtəlif təqvimlər var. İndi biz 2025-ə görə işləyirik deyə mən 2025-ə seçmişəm və burada yanvar ayında görürük ki, artıq bizim 17 rəsmi iş günümüz var və 8 saatlıq hesablanıb və 7 gün qeyri-rəsmi iş günümüz var. Bu əsasən 5 günlük iş sisteminə aid olan şirkətlər üçündür. Yox, əgər sizin şirkətiniz 6 günlük işləyirsə, o zamanı artıq fərqli cür hesablanacaq və artıq 17 gün iş deyil. İndi bir də ki, bu qeyri-rəsmi günlərin 6 günlük olan biraz fərqli cür hesablanır. Deyə bilərəm ki, bu daha çox əmrdə asılıdır. Gördüyümüz kimi burada olan tam rənglənmiş qrafiklər var, bir də tam rənglənməmiş qrafiklər var. Əgər bu tam rənglənmiş qrafik odur ki, rəsmi olaraq burada qeyri-iş günü sayılır. Amma elə ola bilər ki, 6 günlük işləyənlər, əgər sizin işlədiyiniz şirkət onu iş kimi, rəsmi iş kimi götürürsə, 24 günü sayılacaq. Amma yox, o da onu götürüb qeyri-rəsmi iş günü kimi, o zaman ya 22 gün, ya da 23 gün hesablanacaq. Yəni, bu əsasən sizin işləyəcəyiniz şirkətlərin asılı olacaq. Yəni, rəsmi iş günləri tanıyıb tanımamağından. İndi isə biz təsəvvür eləyək, bizim şirkətimiz 5 günlük işləyir və ona görə də bizim 5 günlük işlədiyinə görə 17 gündür və ona görə də biz bura qayıdıb, bura mütləq şəkildə 17 yazırıq. Bu deməli göstərir ki, bizim yanvar ayında rəsmi olaraq 17 iş günümüz var. Sonra gəlir buradakı iş günləri. Bax, buradakı iş günlər artıq asılıdır şəxsin özünə. Və bu bir şey də qeyd edim ki, buradakı iş günlər, bax, buradakı olan iş günlər, bu rəsmi iş gündən çox ola bilməz. Əgər çox olarsa, o zaman fərqli cür hesablanacaq. İndi onu mən izah edəcəm. Əvvəlcə indi gəlin, elə düşünək ki, Aysel misal üçün 15 gün işləyib, bu misal üçün 17 gün elə işləyib, yəni 17 gündürsə 17 günündə gəlib işə, bu 13 gün işləyib, bu 17 gün işləyib. Gəlin hamısına misal üçün 17 yazaq. Olur ki, nə qədər işləyibsə o zamanı hesablanır. Yəni bu asılıdır, bu iş günləri asılıdır şəxsin işə gəlmə günündən. Sonra gəlir mükafat. Mükafatla bəzən avansı qarışdırırlar. Elə düşünürlər ki, avansla mükafat eynidir, amma fərqlidir. Mükafat bizim hər hansı biz bonusumuzdur. Yəni planı doldursaq və yaxud da ki, yaxşı işləsək, indi şirkət tərəfindən qoyulur ki,
yaxşı işləsə, məsələn 10 manat, 20 manat əlavə verilsə, demək mükafat odur, onu əlavə etməlisiniz. Amma avans odur ki, avans artıq məsəl üçün nəzərdə tutaq ki, Ayselə 2324 manat nəzərdə tutulub ki, maaş veriləcək. Ola bilsin ki, Ayselin nəsə ya xoş işi var və yaxud da ki, nəsə bir hadisə baş verib, o qabaqcadan pulunu alır. Ola bilər ki, 1000 manat misal üçün pulunu alıb ki, 1000 manatlıq mənə pul ver, toyun var və s. kimi. Deməli, Ayselə 1000 manat qabaqcadan verilibsə, bu onu deməkdir ki, artıq onun maaşından çıxılacaq. Deməli, belə bir ümumiləşdirsək, mükafat bizim xeyrimizədir, avans bizim ziyanımızdadır. Əslində eyni nəticə çıxır, amma mükafatda ola bilər ki, sən əlavə maaş ala bilərsən. Avansda odur ki, sən gözlədiyin maaşdan az alarsan. Niyə? Çünki artıq sən nə qədər maaşın varsa, onun elə bir yarı hissəsini çəkirsən. Sonra gəlir hesablanmış əmək haqqı. Hesablanmış əmək haqqı odur ki, artıq misal üçün, bu bildiyimiz kimi bizim qros əmək haqqımız var. Bir də var artıq bizim hesablanmış əmək haqqımız. Hesablanmış əmək haqqı odur ki, biz əlbəttə ki, birbaşa misal üçün qros əmək haqqını ödəmirik. Yəni artıq bu net əmək haqqına gələnə qədər bu cür yoldan keçir sizin maaşınız. Ondan sonra sizə ödənilir tam. Yəni buna mükafat da daxildir, iş günləridir, hesablanmış əmək haqqı da, məzuniyyət də, əlavə hesablanmış əmək haqqı da və digər tutulmalardır. Hesablanmış əmək haqqını biz birə nəzər yetirək. Ayrıcalıq, hesablanmış əmək haqqı, qros əmək haqqımızı biz bölməliyik aylıq işlərin, yəni rəsmi iş günlərinin sayına vurmalıyıq faktiki işlədiyimiz günlərin sayına. Yəni bu nə deməkdir? Təsəvvür eləyə, məsəl üçün, Anarın qros əmək haqqı 3000-dir. Aylıq məsəl üçün, hər hansı bir ayı təsəvvür edək ki, 25 gün rəsmi iş günü var. Amma o faktiki olaraq işlədiyi gün isə 18 gündür. Demək, onu necə tapacağıq? 3000-i biz bölməliyik rəsmi iş günləri sayına, yəni 25-ə. Vurmalıyıq, nə qədər işləyibsə bir ayda, yəni bu 25 gün ərzində 18-ə. Və görürük ki, artıq deməli onun maaşı nə qədər oldu? 2160 manat. Halbuki o qros əmək haqqısı 3000 idi. Gördük ki, nə qədər dəyişdi. İndi gəlin bunu tapaq. Bunu nə edirik? Biz bərabərlik işarəsi qoyuruq. İndi qros əmək haqqımızı bölməliyik aylıq işlədiyimiz günlərin sayına. Yəni bunu sabitləyək ki, bir də hamı üçün biz onu eləməyək də. Bunu sabitləmək üçün F-N və ya üstə gəlir F4-ü sıxa bilərsin və yaxud da tək F4-ü. Gördük ki, dollar işarəsi olduysa, deməli sabitləndi. Və vururuq faktiki işlədiyi günlərin sayına. Yəni 15 gün işləyib, indi görək nə qədər demək almalıdır. İndi gəlin bunu yuvarlaşdıraq. Yuvarlaşdırırsaq görürük ki, 2051 manat maaş alacaq. Halbuki bunun qros əmək haqqısı 2324 manat idi. İndi bunları aşağı digərlərinə də şamil edək. Və görürük ki, artıq nə qədər maaş dəyişdi. Çünki bu tam işlədiyinə görə tam götürüb, elə olduğu kimi qalır. İşlədiyinə görə maaşlarında dəyişilmədi. Ancaq deməli bu kimdir? Lalə ilə Aysel az işlədiklərinə görə biri 13 gün işləyib, biri də 15 gün. Ona görə də maaşlarında dəyişim oldu. Deməli, hesablanmış əmək haqqını tapmamız üçün mütləq şəkildə qros əmək haqqımızı bölməliyik rəsmi işlərin gününə, vurmalıyıq faktiki işlərin gününə. Bundan da artıq tapırıq ki, bizim hesablanmış əmək haqqımız nədir? Amma biz bu hesablanmış əmək haqqını bura net əmək haqqı kimi yaza bilərikmi? Əlbəttə yox. Niyə? Çünki bizə bura aidiyyətimiz var, mükafatımız var, məzuniyyətimiz var, əlavə hesablanmış əmək haqqı.
Bax, indi gəldik bura. Əlavə hesablanmış əmək haqqını yaxşı bəs necə taparıq? Bu nədir? Əlavə hesablanmış əmək haqqı nədir? Əlavə hesablanmış əmək haqqı odur ki, biz dedik ki, bizim şirkətimiz 5 günlük işləyir. Amma ola bilər ki, biz misal üçün bir IC-lik və yaxud da kimisə əlavə saxlamışıq saat hesabına və əlavə işlətmişik. Məsəl üçün, əgər onun saat hesabı tutaq ki, 8 saatdırsa, biz onu işlətmişik 10 saat. Bu zaman mütləq şəkildə onun günlərində, iş günlərində artacaq. Məsəl üçün, və yaxud da ola bilər ki, kimisə əvəz edib. Onun yoldaşı misal üçün sona gəlməyib, IC-lə onu əvəz edib. O zamanı onun 2 gün misal üçün əlavə hesablanmış əmək haqqı var. Deməli, burada 15-in üstünə 2 gələcək, 17 eləyəcək, demək tam o maaşını alacaq əslində. Amma yox, əvəz etməsəydi və yaxud da əlavə işə qalmasaydı, o zaman elə 2051 manat alacaqdı. Deməli, əlavə hesablanmış əmək haqqı rəsmi normadan artıq işlənməsi, kiməsə əvəzində işləyən zamanı olunan, hesaplanan əmək haqqıdır. Sonra gəlir məzuniyyət. Məzuniyyət bir başqa mövzudur, ona enmirəm. Ona görə də bu linanı boş saxlayacağam hələ ki. Sonra gəlir cəmi əmək haqqı. Cəmi əmək haqqı nədir və necə tapılır? Bura qədər keçən bütün proseslərin cəmidir. Yəni nə deməkdir? Biz yenə bərabərlik işarəsini qoyuruq. Bu səfər də qros əmək haqqını götürmürük, çünki artıq qros əmək haqqından bura qədər olanı tapdıq və hesablanmış əmək haqqını. Bunun üstünə gəlməliyik biz məzuniyyəti, əgər varsa məzuniyyəti. Üstünə gəlməliyik əlavə hesablanmış, yəni o dedik ki, birdən əlavə hesablanır və üstünə gəlməliyik mükafatı. Əgər məsəl üçün mükafatı varsa və s. kimi. Və enteri sıxırıq, görürük ki, hələ ki heç bir şey yoxdur deyən, yəni nə mükafatı var, nə əlavə hesablanması, nə məzuniyyəti. Ona görə də elə öz qalır burada. Gəlin bunu elə hamısını şamil edək ki, eyni olsun. Məsəl üçün, deyək ki, bunun mükafatı 20 manatdır. Gördük ki, avtomatik olaraq cəmi əmək haqqı oldu 2071 manat. Deməli, artıq 20 manat üstünə gəldi. İndi bunu 0 eləyək ki, dediyim kimi yenidən qarışmasın. Və bu şəkildə artıq biz hesabladıq. Bu mərhələni keçdik. İndi gəlir bizim artıq əsas mərhələyə. Dedik ki, bugün ancaq biz gəlir vergisindən danışacağıq. Vergisini hesablayaq, görək necədir. İlk öncə gəlir vergisinə keçmədən öncə net əmək haqqının düsturunu yazmaq istəyirəm ki, necə hesablayacağıq. Bərabərlik işarəsini qoyuruq. Və bu səfəri nə biz qros əmək haqqından götürürük, nə hesablanmış əmək haqqını götürürük. Cəmi əmək haqqını seçirik, çıxmalıyıq gəlir vergisi, çıxmalıyıq DSMF-ni, çıxmalıyıq icbari tüqqü sığortanı, daha sonra çıxmalıyıq işsizlik sığortasını və bununla da artıq bizim net əmək haqqımız tapılacaq. İndi bunu da hamısına şamil edeyim və indi başlayırıq. İndi görəcək ki, indi bugün gəlir vergisində olacaq deyə bir artıq bizim net əmək haqqımız, yəni sonda ödəyəcəyimiz əmək haqqı hesablanacaq və indi başlayırıq gəlir vergisini hesablamağa. İlk öncə biz nə edirik? Baxırıq buradakı cavablara. Biz artıq bura baxmırıq. Buradakına baxırıq ki, görək bizim nəticəmiz nədir? Görürük ki, bizim nəticəmiz 2051 manatdır. Bu deməkdir ki, artıq bizim gəlir vergimiz hansı faizlə hesablanacaq və necə hesablanacaq? Mən əvvəlki mövzuda, video dərsdə artıq bunlara endiyimə görə birbaşa artıq mən tətbiqə keçəcəm. Yəni bir-bir xırdalamayacağım ki, necə hesablayırıq? Nə edirik? Bərabərlik işarəsini qoyuruq və bunu seçdiyimiz ədədi 2051 olduğuna görə, 2500-dən aşağı olduğuna görə bu avtomatik olaraq düşür 3%-liyə və ona görə də biz vururuq
vurma işarəsi Excel-də bu ulduz işarəsidir. 3%-ə. Bunu 3% ilə də yaza bilərsiniz. Bunu həmçinin də 0,3 ilə yaza bilərsiniz. Sizə necə rahatdır. Və enteri sıxırsınız. Və görürsünüz ki, avtomatik olaraq gəlir vergisi hesablandı və bizim net əmək haqqımızda da dəyişdi. İndi DSMF-ni də hesablayanda artıq bunlar da dəyişiləcək. Ondan sonra gəlir digərinə. Mən bunu indi digərinə tətbiq etmirəm. Çünki görürsünüz ki, burada artıq rəqəm fərqlidir. Ona görə buna mütləq şəkildə diqqət etmək lazımdır. Niyə görə ki, 9290-dan çoxdur. Bu deməkdir ki, artıq bizim 8000-dən çox olduğuna görə artıq bu düşür. Neçə faizliyə? 14%-liyə. Amma belə bir şərtimiz də var idi ki, bizim dedik ki, bizə bizim vergi xidməti deyir ki, əgər sənin 8000-dən çoxdursa, o zaman gəl bunun 625 manatını artıq konkret olaraq sən vergi kimi götür. Qalan yerdə nə qalacaqsa, onu sən elə bir 14%-nə hesabla. İndi gəlin bunu mötərizədə yazaq. Neyinirik? Bunu uzun-uzadı da yaza bilərsiniz. 9290-dan çıxa bilərsiniz 8000-i. Sonra onu vura bilərsiniz 14-ə. Ondan sonra elə bir yazaq. Yəni 9290-dan çıxırıq 8000-i, o bizə verir 1290 və onu vururuq 14%-ə. Və mötərizəni bağlayırıq, enteri sıxırıq. Bərabərlik işarəsini də qoymağı unutmayın ki, və enteri sıxırıq. Və görürük ki, artıq bizim üçün hesabladı. Sonra keçirik bura 7201-ə. 7201 o deməkdir ki, bizim məbləğimiz 8000-dən aşağıdır, amma 2500-dən çoxdur. Bu deməkdir ki, artıq biz ikinci kateqoriyaya aidik və ikinci kateqoriyanın da faizi 10% idi, amma 75 manatın üstünə gəlməli idi. Yenə bərabərlik işarəsi qoyuruq. 75 üstünə gəl, mötərizəni açaq və indi dedik ki, 7201-dən çıxmalıyıq biz 2500-ü. Çünki artıq 75 manat elə bir 2500-ə hesablanmış kimi oldu. Gəlin indi onu hesablayaq. Bu da bizə verəcək 4701 manat. Onu da vuracağıq biz 10%-ə. Və bərabərlik edirik və avtomatik olaraq hesabladıq. Biz hesabladıq. Net əmək haqqımız gördünüz ki, artıq dəyişilmə oldu. Əslində cəmi hesablanmış 2051 manat idi. Sonda net əmək haqqısı artıq oldu onun 1989. Gördük ki, nə qədər dəyişdi. Və artıq vergisini də öyrəndik. İndi gəlin cəmi vergisinə baxaq. Güya cəmi nə qədər gəlir vergisi verməlidir. Bunu SAM düsturundan da istifadə edə bilərsiniz. Çünki biz toplayacağıq və buradakı olan bütün məbləğləri hamısını seçib, mötərizəni başlayıb, enteri sıxırsınız və görürsünüz ki, yekunda artıq görünür ki, 4839 manat gəlir vergisi verməlidir. Yəni, ümumilikdə tutulmalıdır bu şəxslərdən. İndi nə qədər köçəcəksə, ondan da artıq siz biləcəksiniz ki, nə qədər olacaq. Bu DSMF-yə də aiddir. Gəlin, bunu da elə eyni qayda ilə hesablayaq və yenidən bunu seçək və SAM düsturuna 0 oldu. Sonra bunları da indi biz bu formada hamısına şamil edək ki, yəni gördüyümüz kimi bunu baxaq görək düzmü hesabladı, yəni düzmü keçdi. Aha, все. Və bu şəkildə artıq indi bizdə hamısını hesablayacaq avtomatik olaraq yekunlarını. Görək net əmək haqqısı nə qədər olacaq, çünki bu da bizə vacibdir. Avtosamdan da istifadə edə bilərsiniz, bundan da istifadə edə bilərsiniz. Hansı sizə rahatdırsa o şəkildə hesablaya bilərsiniz. Sonra gəlir DSMF-nin də məsələni də götürək. Siz yenə də bu formada, yəni bunları da istifadə edə bilərsiniz ki, hamısına görə ki, eyni rahat düzmü keçib, aha, düz keçib, aha, bu da doğrudur, все. Sonra gəlir bu hissələrində, burada hesablanmış var da, gəlin indi bunların da hamısına bunları da şamil edək ki, bizdə bir də vaxt getməsin hesablama.
Aha, şey. İndi bunu gəlin birdən yuvarlaşdıraq. Bu çox şey oldu. Aha, şey. Demək, hesablanmış ümumi məbləğimiz bizim 62.821 manatdır. İş günlərini əslində hesablamırlar. Bunun ehtiyac yoxdur. İstəsiz hesablaya da bilərsiniz, fərqi yoxdur. Bunu əslən hesablamırlar, amma indi siz hesablaya bilərsiniz ki, rəsmin nə qədər işçiləriniz işləyib ümumi və s. kimi. Bir sözlə bu formada biz istifadə etməklə artıq biz rəsmi olaraq yanvar ayı üzrə həm gəlir vergimizi, həm cəmi əmək haqqımızı və necə hesablanmış əmək haqqını hesablamaq olar və s. kimi öyrəndik və bununla da indi gələcəkdə də DSMF-ni, icbari tibbi işsizlik sığortası və s. kimilərdə öyrənəcəyik və mən düşünürəm ki, təlimin sonunda, yəni bunlar artıq bitirəndən sonra bunlar YouTube kanalında ilə yerləşdirin bir fayl kimi. Amma mənimlə birlikdə addım-addım siz özünüz də cədvəli qura bilərsiniz. Özünüz qursanız daha rahat öyrənə bilərsiniz ki, gələcəkdə də heç bir problem olmadan rahat işləyə bilərsiniz. Sadəcə olaraq sizə nə lazımdır? Nəzəri biliklər, yəni gəlir, DSMF və s. kimi şərtlərin bilmək və faiz dərəcələrini bilmək.